dili öyrənənlərin çoxu bu səhvə yol verir. Ya sözləri əzbərləyirlər, ya da qaydaları əzbərdən keçirlər. Amma siz bir dili əzbərləyərək öyrənə bilmərsiniz. Rus dili sistemli şəkildə öyrənilən zaman asan bir dildir. Mən indi sizə bu dili öyrənməyin ən effektiv üsulunu göstərəcəm. İlk növbədə siz özünüzdə əsas baza yaratmalısınız. Əsas baza nədir? Bu söz sırasıdır, cümlə quruluşudur, feillərin düzgün tətbiq olunma qaydasıdır və təbii ki, ən əsası hallardır. Yəni падежи. Çoxunuz deyirsiniz ki, rus dilində şəkilçilər çox çətindir, həddindən artıq çox olduğu üçün onları yadda saxlamaq çətindir. Amma siz əgər şəkilçiləri sistemli şəkildə proqramla öyrənsəz, inanın ki, şəkilçiləri nəinki öyrənmək, siz onları rahat şəkildə danışıqda tətbiq edə biləcəksiniz. Sözləri tək-tək öyrənməyin. Çalışın sözləri öyrəndiyiniz zaman ya söz birləşmələri, ya da cümlələr qurun. Çünki sözlər kontekstdə yaşayır. Məsələn, позвонить yox. Позвонить маме, позвонить другу, я тебе позже позвоню. Bu şəkildə öyrənsəz sözlər daha yaxşı yadınızda qalacaq. Rus dilində ən çox işlənən səhvləri düzəlt. 70-80% rus dilini öyrənən insanlar bu səhvləri edir. Одеть, надеть, ложить, положить, их, не их. Bu səhvləri düzəldərək öz danışığını daha da səlis et. Səs və tələffüzə diqqət et. Bir vurğu tamamilə sözün mənasını dəyişə bilər. Например, muka и muka. Muka un deməkdir. Muka isə əziyyət. Sonuncu və ən vacibi praktika hər şeyin açarıdır. Nə qədər çox qayda, söz bilsəz, amma praktikanız olmasa, danışığınızda heç bir dəyişiklik olmayacaq. Bunun üçün sizə nə lazımdır? Gündə 5-10 dəqiqə cümlələr qurmaq, özünüzə suallar verib cavablandırmaq və öyrəndiyiniz ifadələri gündəlik danışıqda tətbiq etmək. Rus dilini asanlaşdırılmış üsulla, tam aydın şəkildə və asan izahla öyrənmək istəyirsənsə, tərtib etdiyim self-study paketinə qoşularaq bunu reallaşdıra bilərsən. İlk dərsi ödəniş şəkildə izləmək üçün şərh bölməsində rus dili yazmağın kifayətdir.